Bakı-Tbilisi-Bakı marşrutuna maraq artdıqca qatarlarda da dəyişiklik edilir. Sərnişin axınını qarşılamaq üçün bu istiqamətdə yeni qərarlar verilib. Artıq hər reys üzrə daha çox sərnişin üçün əlavə yer ayrılacaq. Yenilik nədən ibarətdir? Ətraflı sujetdə. Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarlara 10 iyuldan etibarən əlavə 3 ədəd yataq tipli vaqon da qoşulacaq. Bununla da hər reys üzrə 104 əlavə sərnişin yeri açılmış olacaq. Təqribən 5500-ə yaxın bilet satışa çıxarılıb və gediş haqqı məsafədən asılı olaraq standart plus sinif üzrə 40 manat 30 qəpikdən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı isə 65 manat 20 qəpik təşkil edir. Satış həm kassalarda, həm də mobil tətbiq vasitəsilə həyata keçirilir. Qatarlarda 178 yer sayını 282-yə artırır. Bu 3 vaqonda cəmi əlavə 104 yer olacaq. Yeni qoşulan vaqonlar ölkə daxilində istifadə olunan yataq tipli vaqonlardır. Hər bir sərnişin özü ilə ödənişsiz 36 kiloqrama dək yük daşıya bilər. Qurumun rəsmisinin sözlərinə görə hazırda Tbilisidən Bakıya qatar reysləri üzrə biletlərə kütləvi tələbat var. Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Bu da onunla izah olunur ki, ölkə ərazisində quru sərhədlərin bağlı olması və bununla da xarici vətəndaşlar ölkəyə daxil olduqdan sonra ölkədən digər növlərlə də istifadə etməklə ölkəni tərk edə bilərlər. Qeyd edək ki, indiyə qədər Bakı-Tbilisi-Bakı marşrutu üzrə 25 may, 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Elvina Quliyeva, Azər Nağıyev, Ülkər Əliyeva, ATV Xəbər.